Oğlaq bürcü 30 oktyabr 2025 Oğlaq bürcünün proqnozu. Bugün oğlaqlar üçün sakit, amma anlamlı bir gün ola bilər. Səhər saatlarında bəzi planlar gözlənilməz şəkildə dəyişsə də, vəziyyətə uyğunlaşmaq sənə çətin olmayacaq. Əsas odur ki, hər şeyin axarına düşməsi üçün biraz zaman verəsən. Günün ortalarında yaxın mühitində baş verənlərə diqqət yetirmək vacib olacaq. Bəzən hər kəsin səssiz qalmağı seçdiyi anlarda sənə söz demək düşə bilər. Düşüncələrini açıq şəkildə ifadə etsən, həm özünü yüngülləşdirəcək, həm də münasibətləri aydınlaşdıracaqsan. Bugünün enerjisi sənə başlatdığın işləri davam etdirmək və yarımçıq qalan məsələləri yekunlaşdırmaq imkanı verir. Ətrafdakı hadisələrə səbrlə yanaş, çünki bugün atacağın kiçik addımlar sabah daha böyük qapılar aça bilər. Axşam saatları isə səssizliyə və rahatlığa ehtiyac duyacağın vaxt olacaq. Günün gedişatını dəyərləndir, amma keçmişdə ilişib qalma. Özünə sakit bir məkan yarat və sadəcə nəfəs al. Bugünün mesajı, hər şeyin öz ritmi var axını dəyişdirməyə çalışmaq əvəzinə onunla birlikdə hərəkət et. Dolça bürcü 30 oktyabr 2025 Dolça bürcünün proqnozu. Bugün dolçalar üçün həm düşünmək, həm də yeniliklərə açılmaq üçün maraqlı bir gündür. Səhər saatlarında planlarında bəzi gözlənilməz dəyişikliklər ola bilər, amma bu səni çaşdırmasın. Hadisələr bir qədər qarışıq görünsə də, günün sonuna doğru hər şey öz axarına düşəcək. Sadəcə tələsmə və baş verənləri sakitcə müşahidə et. Ətrafındakı insanlarla münasibətlər bugün önəmli rol oynayacaq. Kiminsə səndən dəstək və ya fikir gözlədiyini görə bilərsən. Açıq və səmimi davranmaq münasibətləri möhkəmləndirəcək. Əgər son günlərdə kiminləsə aranda anlaşılmazlıq yaranıbsa, bugün onu həll etmək üçün münasib vaxtdır. Günün ortalarında yaradıcılığını ortaya qoymaq və yeni ideyaları paylaşmaq üçün ruhlandırıcı bir enerji hiss edə bilərsən. Bəzən düşündüklərini reallaşdırmaq üçün cəmi bir addım atmaq kifayətdir. Bugün o addımı atmaq üçün yaxşı gündür. Axşam saatlarında isə içini sakitləşdirən bir mühitə ehtiyac duyacaqsan. Hər kəsdən biraz uzaqlaşıb tək qalmaq istəyi yarana bilər. Bu, səni yükləyən fikirlərdən azad olmağa kömək edəcək. Özünü dinləmək üçün biraz sükut bəzən ən yaxşı dərmandır. Bugünün mesajı, dəyişikliklərdən qorxma, çünki hər yeni istiqamət sənin üçün bir təcrübədir. Hadisələri idarə etməyə çalışma, bəzən axınla getmək səni doğru yerə aparır. Balıq bürcü 30 oktyabr 2025 Balıq bürcünün proqnozu. Bugün balıqlar üçün duyğular ön planda olacaq. Səhər saatlarından etibarən ətraf mühitin enerjisini daha dərindən hiss edə bilərsən. Bəzi insanlar sənə qeyri-adi dərəcədə yaxın və ya uzaq gələ bilər. Bu, daxili duyarlılığının artmasından irəli gəlir. Sakit qalmağa və hisslərini başa düşməyə çalış, çünki bugün sənin üçün anlayış və dərin düşüncə günüdür. Günün ortalarında müəyyən bir məsələni həll etməyə yönəlmək istəyi güclənə bilər. Əgər uzun müddətdir səni narahat edən bir vəziyyət varsa, bugün onunla üzləşmək üçün yaxşı zamandır. Ətrafındakı insanlara qarşı səmimi ol, amma eyni zamanda öz sərhədlərini də unutma. Bəzən yox demək səni qoruyur. Bugün həm də yaradıcılığa açıq bir enerjiyə malikdir. Rəsm, musiqi, yazı və ya sadəcə təbiətlə təmas, hansını seçsən ruhuna rahatlıq gətirəcək. Kiçik bir detal belə sənə böyük ilham verə bilər. Axşam saatlarında sakit bir atmosferə ehtiyac duyacaqsan. Özünlə baş-başa qalmaq, bir fincan isti içki və dərin bir nəfəs, bütün günün yorğunluğunu siləcək. Bugünün mesajı, hisslərini gizlətmən, onları anlamağa çalış. Ürəyindən gələn səs bugün ən doğru bələdçindir. Qoç bürcü 30 oktyabr 2025 Qoç bürcünün proqnozu. Bugün qoçlar üçün enerjili, amma bir o qədər də diqqətli olmağı tələb edən gündür. Səhər saatlarından etibarən hadisələr sürətlə inkişaf edə bilər və sən də bu axına qoşulmaq istəyəcəksən. Lakin tələsmək bəzi detalları qaçırmana səbəb ola bilər, buna görə addımlarını ölçülü atmaq vacibdir.
Ətrafındakı insanlarla münasibətlərdə açıqlıq və səbr bugün önəm daşıyır. Kiminsə fikri səninkindən fərqli olsa belə dərhal reaksiya vermə. Qarşı tərəfi dinləmək vəziyyəti daha yaxşı anlamağa kömək edəcək. Günün ortalarında bir söhbət və ya təklif səni düşündürə bilər. Onu dərhal qiymətləndirməyə tələsmən, biraz zaman ver. Bugün həm də başladığın işləri tamamlamaq və uzun müddət arxa plana atdığın bir planı yenidən gündəmə gətirmək üçün münasibdir. Öz gücünə inandıqda istədiyin nəticəni əldə edə biləcəksən. Axşam saatlarında enerjini sakitləşdirmək üçün rahatladıcı bir fəaliyyət seç. Qısa bir gəzinti, musiqi dinləmək və ya sevdiyin bir insanla söhbət sənə yaxşı təsir edəcək. Günün sonunda içindəki gərginliyin azalacağını hiss edəcəksən. Bugünün mesajı: gücünü düzgün istiqamətə yönəld. Hər şeyin eyni anda baş verməsinə ehtiyac yoxdur, zaman sənin tərəfini tutacaq. Boğa bürcü. 30 oktyabr 2025 Boğa bürcünün proqnozu. Bugün boğalar üçün sakit, amma dərin düşüncələrlə dolu bir gün ola bilər. Səhər saatlarında bəzi planlarda gecikmələr və ya kiçik qarışıqlıqlar yarana bilər, lakin bunlara çox fikir vermə, hər şey öz yoluna düşəcək. Əsas odur ki, baş verənlərə tələsmədən və emosiyalara qapılmadan yanaşasan. Ətrafındakı insanlarla münasibətlərdə səmimiyyət və anlayış bugün ön plandadır. Kiminsə səndən dəstək və ya diqqət gözlədiyini görə bilərsən. Sadəcə bir sözün və ya xoş münasibətin kiminsə gününü dəyişə bilər. Öz hisslərini ifadə etməkdən çəkinmə, bu səni həm yaxınlaşdıracaq, həm də rahatladacaq. Günün ortalarında bəzi praktiki məsələlər diqqətini tələb edə bilər. Planlı və ardıcıl davransan, çətinliklər tez həll olunacaq. Kiçik addımlarla irəliləmək sənə sabitlik və inam hissi verəcək. Axşam saatlarında isə rahatlıq və sakitlik ehtiyacı artacaq. Özünü ev rahatlığında tapmaq, sevdiyin bir yeməyi bişirmək və ya sadəcə sakit bir axşam keçirmək günün gərginliyini azaldacaq. Bugünün mesajı: hər şeyin öz vaxtı var, hadisələri nəzarətdə saxlamağa çalışmaq əvəzinə həyatın axışına etibar et. Səbir bugün sənin ən böyük gücündür. Əkizlər bürcü. 30 oktyabr 2025 Əkizlər bürcünün proqnozu. Bugün əkizlər üçün maraqlı və dəyişkən enerjilərlə dolu bir gündür. Səhər saatlarında biraz qarışıqlıq və ya diqqət dağınıqlığı hiss edə bilərsən, amma gün irəlilədikcə fikirlərin aydınlaşacaq. Qarşına çıxan yeni xəbərlər və ya təkliflər səni düşündürə bilər, amma hər şeyi dərhal qərara bağlamağa tələsmə. Ətrafındakı insanlarla ünsiyyət bugün ön plandadır. Danışıqlar, mesajlar və görüşlər çox ola bilər. Kiminləsə uzun müddətdir danışmırdınsa, bugün yenidən əlaqə qurmaq üçün yaxşı fürsətdir. Sözlərini seçərək danışmaq və səbirli olmaq münasibətləri sabit saxlamağa kömək edəcək. Günün ortalarında yaradıcılıq və maraq hissin artacaq. Yeni fikirlər ağlına gələ bilər, lakin onların hamısını eyni anda həyata keçirməyə çalışma. Kiçik bir addım belə səni istədiyin istiqamətə yaxınlaşdıra bilər. Axşam saatlarında enerjini biraz sakitləşdirmək istəyə bilərsən. Bir film izləmək, musiqi dinləmək və ya dostlarla səmimi bir söhbət günün sonunda ruhunu yüngülləşdirəcək. Bugünün mesajı: düşüncələrinə sərbəstlik ver, amma hər fikrin ardınca qaçma. Bəzən dayanıb nəfəs almaq ən düzgün addımdır. Xərçəng bürcü. 30 oktyabr 2025 Xərçəng bürcünün proqnozu. Bugün xərçənglər üçün emosional, amma bir o qədər də aydınlaşdırıcı bir gün ola bilər. Səhər saatlarından etibarən hisslərin dərinləşə və səni düşüncəyə sala bilər. Keçmişdə baş verən bir məsələ yenidən gündəminə gələ bilər, amma bu dəfə ona daha yetkin və sakit yanaşmaq imkanı tapacaqsan. Ətrafındakı insanlarla münasibətlərdə səmimiyyət və anlayış əsas rol oynayacaq. Kiminsə sənə ehtiyacı olduğunu hiss edə bilərsən, bir sözün, bir gülümsəmən belə böyük fərq yaradacaq. Özünü qorumaq istəsən də bugün ürəyini biraz açmaq sənə yaxşı təsir edəcək. Günün ortalarında ev və ya ailə ilə bağlı məsələlər diqqətini çəkə bilər. Kiçik dəyişikliklər və ya planlar səni məşğul edə bilər, amma bunlar uzun müddətli rahatlıq gətirəcək.
Əgər uzun zamandır ev mühitində həll etməli olduğun bir məsələ varsa, bugün onunla maraqlanmaq üçün uyğundur. Axşam saatlarında sakitlik və rahatlıq istəyi artacaq. Duyğularını başa düşmək və sakitləşmək üçün biraz tək qalmaq faydalı ola bilər. İsti bir içki, sevdiyin musiqi və rahat bir atmosferi bugün üçün ən yaxşı seçimdir. Bugünün mesajı, hisslərini inkar etmən, onları qəbul et. Daxili səssizliyini qoruyanda hər şey daha aydın görünəcək. Şir bürcü 30 oktyabr 2025 Şir bürcünün proqnozu. Bugün şirlər üçün diqqət və enerjinin qarışdığı bir gündür. Səhər saatlarında bəzi hadisələr səni sürətlə hərəkət etməyə vadar edə bilər, amma öncə vəziyyəti tam anlamağa çalış. Hər şeyə dərhal reaksiya vermək istəyi güclü ola bilər, lakin biraz səbir göstərmək sənə üstünlük qazandıracaq. Ətrafındakı insanlar bugün sənin fikrini və dəstəyini qiymətləndirəcəklər. Öz sözünü deməkdən çəkinmə, amma bunu incəliklə və anlayışla et. Əgər son vaxtlar bir mövzuda gərginlik hiss etmisənsə, bugün onu sülh yolu ilə həll etmək mümkündür. Günün ortalarında enerjin artacaq və yeni planlar qurmaq istəyəcəksən. Sənə maraqlı gələn bir fikir və ya imkan ortaya çıxa bilər. Bu fürsəti dəyərləndirməzdən öncə biraz düşünmək və nəyin sənə həqiqətən uyğun olduğunu anlamaq vacibdir. Axşam saatları isə səni rahatladacaq anlarla dolu olacaq. Sevdiyin insanlarla bir araya gəlmək və ya sadəcə özünə vaxt ayırmaq ruh halını yaxşılaşdıracaq. Günün sonunda müsbət bir balans hiss edəcəksən. Bugünün mesajı, parlamaq üçün tələsmə, bəzən səssiz güc daha çox diqqət çəkir. Sakit qal, doğru anda addım at. Qız bürcü 30 oktyabr 2025 Qız bürcünün proqnozu. Bugün qızlar üçün sakit və düşündürücü bir gündür. Səhər saatlarında bəzi kiçik qarışıqlıqlar ola bilər, amma onları tələsmədən həll etmək mümkün olacaq. Hadisələrə diqqətlə yanaşmaq və hər şeyi dərindən analiz etmək faydalıdır. Ətrafındakı insanlarla ünsiyyətdə anlayış və hörmət önəmlidir. Kiminsə sözlərini və ya hərəkətlərini səhv başa düşmək asan ola bilər, buna görə də qarşı tərəfi diqqətlə dinlə. Səmimi və açıq ünsiyyət bugün problemlərin qarşısını almağa kömək edəcək. Günün ortalarında gündəlik işlər və planlarla məşğul olmaq üçün uyğun vaxtdır. Yarımçıq qalan bir işi tamamlayaraq həm rahatlıq hissi qazanacaqsan, həm də özünü daha nizamlı hiss edəcəksən. Axşam saatlarında isə dincəlmək və sakitlik tapmaq vacib olacaq. Özünə biraz zaman ayır, sevdiyin kitabı oxu, musiqi dinlə və ya sadəcə sakit bir mühitdə otur. Günün sonunda daxili balansını bərpa etmiş olacaqsan. Bugünün mesajı, diqqətli ol və sözlərini diqqətlə seç. Hər şeyin öz axarı var, tələsmə və özünü zorlamadan addım at. Tərəzi bürcü 30 oktyabr 2025 Tərəzi bürcünün proqnozu. Bugün tərəzilər üçün balansı qorumaq və sakit düşünmək önəmli olacaq. Səhər saatlarında bəzi hadisələr gözlənilməz görünə bilər, amma narahat olmağa dəyməz, hər şey öz axarına düşəcək. Düşüncələrini toplamaq üçün biraz vaxt ayırmaq faydalı olacaq. Ətrafındakı insanlarla münasibətlərdə ünsiyyət və anlayış əsas rol oynayır. Kiminləsə fikir ayrılığı yaşansa belə səbrlə yanaşmaq və sözlərini diqqətlə seçmək vəziyyəti yumşaldacaq. Səmimi dialoq və açıq ünsiyyət münasibətləri möhkəmləndirəcək. Günün ortalarında gündəlik işlər və planlar diqqətini çəkə bilər. Kiçik addımlarla irəliləmək və tələsməmək bugün üçün ən doğru yanaşmadır. Hər şeyi birdən həll etməyə çalışmaq əvəzinə mərhələli addımlar atmaq uğura aparacaq. Axşam saatlarında isə sakit və rahat bir mühitdə dincəlmək yaxşı olar. Sevdiyin musiqi, kitab və ya sadəcə sakit bir zaman keçirmək günü daha yüngül bitirməyə kömək edəcək. Bugünün mesajı, hər şeydə tarazlığı qorumağa çalış. Sakit qal və addımlarını ölçülü at, uğur zamanla gələcək. Əqrəb bürcü 30 oktyabr 2025 Əqrəb bürcünün proqnozu. Bugün əqrəblər üçün dərin düşüncə və hisslərin ön planda olduğu bir gündür.
Səhər saatlarında bəzi vəziyyətlər sənə çətin və ya qarışıq görünə bilər, amma hadisələrə sakit və soyuqqanlı yanaşmaq hər şeyi aydınlaşdıracaq. Özünü və ətrafını diqqətlə müşahidə etmək faydalı olacaq. Ətrafındakı insanlarla ünsiyyətdə açıq olmaq, amma eyni zamanda sərhədləri qorumaq vacibdir. Kiminsə sözləri səni düşündürsə də ani reaksiyadan çəkin. Səmimi və diqqətli yanaşma münasibətləri stabilləşdirəcək və anlaşılmazlıqların qarşısını alacaq. Günün ortalarında yarımçıq qalan işlərə və ya planlara diqqət yetirmək üçün münasib vaxtdır. Kiçik addımlarla irəliləmək və hər şeyi bir-bir həll etmək daha faydalı olacaq. Yeni ideyalar və ya imkanlar da günün ikinci yarısında ortaya çıxa bilər, onları qiymətləndirərkən tələsmə. Axşam saatlarında isə sakit və rahat bir mühitdə özünü dinləmək yaxşı olar. Sevdiyin bir kitab, musiqi və ya sadəcə dinc bir zaman keçirmək enerjini bərpa edəcək. Bugünün mesajı: hisslərini diqqətlə anla və sözlərini ölçülü seç. Sakitlik və diqqət sənə doğru yolu göstərəcək. Oxatan bürcü. 30 oktyabr 2025 Oxatan bürcünün proqnozu. Bugün oxatanlar üçün maraqlı və eyni zamanda düşündürücü bir gün ola bilər. Səhər saatlarında bəzi vəziyyətlər gözlədiyindən fərqli inkişaf edə bilər, amma narahat olmağa dəyməz, hadisələr axarını tapacaq. Fikirlərini toplamaq və diqqətini əsas məsələlərə yönəltmək faydalı olacaq. Ətrafındakı insanlarla münasibətlərdə açıq ünsiyyət və səmimiyyət ön plandadır. Kiminsə fikri və ya davranışı səni çaşdıra bilər, amma biraz səbr və anlayış hər şeyi aydınlaşdıracaq. Qarşılıqlı danışıq və diqqət münasibətləri möhkəmləndirəcək. Günün ortalarında yeni ideyalar və imkanlar ortaya çıxa bilər. Bunları qiymətləndirərkən tələsmə və hər şeyi bir anda reallaşdırmağa çalışma. Kiçik addımlar belə uzun müddətli nəticələr gətirəcək. Axşam saatları isə sakitlik və rahatlıq üçün əlverişlidir. Sevdiyin bir fəaliyyətlə məşğul olmaq, bir fincan isti içki və ya sadəcə sakit bir atmosfer sənə yaxşı təsir edəcək. Bugünün mesajı: həyatın gətirdiyi fürsətləri diqqətlə qiymətləndir və hər şeyi tələsmədən addım-addım həyata keçir.